Təlimə Babək rayonunda fəaliyyət göstərən 35 məktəbin direktoru cəlb edilib. Məqsəd rəhbər heyətinin əməyin mühafizəsi üzrə bilik və bacarıqlarının müasir standartlara uyğunlaşdırılması və məktəblərdə risklərin idarə olunması üzrə institusional yanaşmanın gücləndirilməsidir. Əməyin mühafizəsi mərkəzi Naxçıvan filialının rəhbəri Ruslan Ələkbərov və filialın əməkdaşı Mahmud Rızalı tərəfindən aparılan təlimdə məktəblərdə əməyin təhlükəsizliyinin təmin olunmasında rəhbər şəxslərin rolu, iş yerlərinin attestasiyası prosesi, müəssisələrdə əməyin mühafizəsi üzrə sənədləşmə tələbləri və direktorların üzərinə düşən məsuliyyət istiqamətləri barədə təqdimatla çıxış edilib. Həmçinin təhsil müəssisələrində bədbəxt hadisələrin qarşısının alınması üçün zəruri olan risklərin qiymətləndirilməsi, əməkdaşların mütəmadi təlimatlandırılması, fövqəladə hallar üzrə hazırlıq planları və məktəb mühitində təhlükələrin erkən aşkar edilməsinin əhəmiyyəti barədə praktiki nümunələrlə izahlar təqdim edilib. Təlim interaktiv şəkildə davam edib, iştirakçılar müzakirələrə qoşularaq suallar ünvanlayıb və praktiki situasiyalar üzərində fikir mübadiləsi aparıblar. Bu kimi tədbirlər əməyin mühafizəsi mədəniyyətinin sistemli şəkildə gücləndirilməsinə, idarəetmə strukturlarında təhlükəsizlik standartlarının yüksəldilməsinə və iş mühitində məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasına xidmət edir. 12-dən artıq təhsil sahəsində təlimimiz olubdur. Bunlar ümumilikdə 100-dən artıq təhsil müəssisəsini əhatə edir keçirilən bu 12 təlim müddətində və ümumilikdə çalışmışıq ki, bu təlimlərə təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak eləsin, məktəb direktorları və bu istiqamətdəki təlimlərimiz eyni zamanda işçilər üçün də keçirilməsi nəzərdə tutulub. Xosrov İbrahimov, Təxminə Babayeva, Asil Fətəliyev, NTV Xəbər.